mövzumuz video başlığından məlum olduğu kimi qədim Atropatena və Albaniya dövlətlərinin sadə, anlaşılıqlı, başa düşülən formada izahıdır. Videonu izləyəndən sonra mövzu ilə bağlı hər hansısa bir çətinliyiniz qalmayacaq. Nəsə sualınız olarsa şərh bölümündə mütləq qeyd eləyin. Mən dərs izahına başlayıram. Birinci Atropatena, daha sonra Albaniya barəsində məlumat verərik. Demək, müəyyən qeydlər burada var. Mən sizə ötən mövzumuzda hansı hissədə qalmışdıq, o barədə danışım ki, mövzuları bir-birindən əlaqələndirə bilək. Biz ən son Makedoniyalı İskəndərin Azərbaycanın cənub-şimal torpaqlarını ələ keçirdiyinin şahidi olduq ki, onun ölümündən sonra eradan əvvəl 323-də vəfat eləyir. Onun torpaqları, imperiyası Perdikkəyə tapşırılır. Perdikkinin isə eradan əvvəl 321-ci ildə vəfat etməsindən sonra Makedoniya imperiyası parçalanır və ərazisinə yeni dövlətlər yaranır. Bunlar hansıları idi? Bunlar Misirdə yeni dövlət meydana gəlir, Selevkilər dövləti meydana gəlir. Suriya padşahlığı, Azərbaycanda isə Atropatena və Albaniya. Demək, həm Atropatena, həm Albaniya Makedoniyalı İskəndərin imperiyası dağılıbdır deyə yaranıbdır. Testlərdə qarşınıza çıxır Makedoniyalı İskəndərə qarşı, ya Əhəməni dövlətinə qarşı Atropatena dövlətinin ya da Albaniya dövlətinin iştirakı. Bunlar demək yanlış məlumatlardır. Bu dövlətlər İskəndərin imperiyasının parçalanmasından sonra yarandı. Atropat barəsində əvvəlki videoda da danışmışdım. Onun İskəndərlə yaxınlaşmasına səbəb olan iki dənə mühüm amildən bunlar Baryak üsyanının yatırılması idi Atropat tərəfindən və qızını, bayaq adını çəkdiyimiz İskəndərin dostu Perdikkiyə ərə verməsi idi. Bütün bu amillər onun mövqeyini möhkəmləndirir və Perdikkin vəfatından sonra da Atropat eradan əvvəl 321-ci ildə, yəni 4-cü əsrin ikinci yarısında Cənubi Azərbaycan torpaqlarında, Urmiya ətrafında Atropatena dövlətinin əsasını qoyur. Dövlətin paytaxtı Qazaka şəhəri idi. Dövləti Atropatilər sülaləsi idarə edirdi. Cənubi Azərbaycan torpaqlarını və indiki şimal torpaqlarımızın, yəni Şimali Azərbaycanın, hal-hazırki respublikamızın müəyyən cənub rayonlarında əhatə etmişdi Atropatena dövləti. Atropat dövlətin qurucusudur. Başqa da hər hansısa bir məlumata rast gəlmirik. Dövlət qurucusu olmasından əlavə olaraq. Və biz eradan əvvəl 4-cü əsrin ikinci yarısında yaranan bax bu dövlətdə Maq, Mük, Matay, Kaspi, Kadusi tayfalarının adlarını görürük. Bunları xüsusilə fərqləndirmişəm. Çünki Kaspi və Kadusi tayfaları istər Azərbaycanın cənubunda, yəni Atropatena, istərsə də Albaniya dövlətinin ərazisində məskunlaşan türk tayfaları olmuşlar. Atropatenalıların dini inancına gəldikdə, onlar həm əhalinin bir qismi çoxallahlığa sitayiş eləyirdi, həm də zərdüştlüyə sitayiş eləyirdi. Zərdüştlük tək tanrıçılıq dinidir. Zərdüştlük dininin mərkəzi də yerləşirdi Atropatenanın paytaxtı Qazaka şəhərində. Biz zərdüştlük dininə Midiya mövzusunda, Əhəməni mövzusunda, Atropatenada və bundan sonra da Sasanilər dövründə rast gəlirik. Zərdüştlük dini onlarda demək mövcud olubdur. O da inanırdılar. Kitabı da Avesta idi. Hər ehtimala yazın. Bəzən testlərdə qarşınıza çıxır. Və dedik ki, onlar çox tanrılığa inanırlar. Ümumilikdə Azərbaycanda Yunan mədəniyyətinin, elli mədəniyyətinin yayılması birbaşa Makedoniyalı İskəndərin şərqə doğru etdiyi yürüşlərin təsiri ilə olmuşdu ki, biz Atropatenada kiremitdən istifadəni görürük, Yunan tanrılarına sitayişi görürük ki, Yunan tanrılarına sitayişlə bağlı Kerifto məbədi də var. Hansı ki, burada Yunan tanrısı Herakla sitayiş olunduğuna dair biz maddi nümunələrə rast gəlirik. Dinindən danışdıq, əhalisindən danışdıq. Əhali əkinçilik, maldarlıqla məşğuldur. Bununla bağlı hər hansısa bir sual onsuz imtahanda qarşınıza çıxa bilməz. Amma onu qeyd eləmək olar ki, Atropatenada neftdən istifadə edirdilər. Neft adlanırdı Midiya yağı. Demək, Midiya yağı neft adlanırdı. Həm hərbi məqsədlə istifadə edirdilər, yəni döyüşlər zamanı və s. Həm də gündəlik həyatda istifadə olunurdu, təsərrüfatda istifadə olunurdu. Atropatenada məşhur atlar var idi, at növləri var idi ki, onun içində səma atları adlandırırdılar. Mən yenidən qayıdım Atropatenanın siyasi vəziyyətinə. Atropatenanın 4-cü əsrindən danışdıq və bir məsələni də qeyd edə bilərəm ki, Atropatenada Makedoniyalı İskəndərin adına kəsilən pullardan da istifadə olunmuşdu. Atropatenada yerli hökmdarların adına pullar kəsilməyibdi, amma Albaniyada kəsilibdi. İskəndərin adına kəsilən pullardan istifadə olundu. İndi eradan əvvəl 3-cü əsr tarixindən danışaq Atropatenanın. Buradan cəmi bir məsələ ilə bağlı qarşınıza sual gələ bilər. Başqa da hər hansı sual gəlmir. Eradan əvvəl 3-cü əsrin ikinci yarısı, yəni 223-də 3-cü Antiox Atropatenaya hücum eləyir və Atropatenanı tabe eləyir. 3-cü Antiox kimdir? 3-cü Antiox Selevki hökmdarıdır. Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yaranan yeni o dövlət var idi Selevkilər. Atropatena ilə eyni vaxtda yaranmışdı. Onların hökmdarı 3-cü Antiox, Atropatena hökmdarı Artabazanı tabe edir. Ümumilikdə bu Atropatena hökmdarlarının adları abituriyentlər üçün çətindir, bilirəm.
lakin bunu mütləq öyrənmək lazımdır bir-birlərindən fərqləndirmək üçün. Atropat dövlətin qurucusu oldu. Artabazan kim oldu? Selevk hökmdarı 3-cü Antioxa tabe olan demək hökmdar oldu. Niyə tabe olduğuna gəldikdə isə mübarizəyə hazır deyildi. Qüvvələr nisbətinə görə yəni tabe olmalı olur. Amma Atropatenanın bəxti onda gətirir ki, artıq eradan əvvəl 3-cü əsrdən etibarən Romanın işğalçılıq siyasəti güclənmişdi. Şərqə doğru genişlənmə siyasəti yürüdürdü və eradan əvvəl 190-da Romalılar Magneziya döyüşündə Selevki dövlətini süquta uğradır. Selevkinin süquta uğraması isə Atropatenanın yenidən müstəqil olmasına gətirib çıxartdı. 3-cü əsrin ikinci yarısında asılığa düşdülər. Eradan əvvəl 190, yəni 2-ci əsrin birinci yarısında və ya 2-ci əsrin birinci rübündə Atropatena asılılıqdan çıxdı. Nəyin sayəsində? Romanı Selevkini məğlub edib süquta uğratmasından sonra. Sonra biz keçirik eradan əvvəl 2-ci əsrdə yenə Roma ilə bağlı məlumatlar verməyə. Niyə? Az öncə dedim ki, şərqə doğru genişlənmə siyasəti yürüdür və bu dövrdə Atropatenanın cənub qonşuluğunda da Parfiya dövləti var. Parfiyada Atropatena da Romaya düşmən mövqeyindən baxırlar. Hər ikisinin mənafiyi üst-üstə düşür. Ona görə məlum məsələ nə baş verir? Düşmənimin düşməni mənim dostumdur prinsipindən bir-birindən yaxınlaşırlar Atropatena və Parfiya. 2-ci əsrdə biz hər hansısa bir münaqişəyə, müharibəyə şahid olmuruq kitabda. Amma bax burada qeyd elədiyim döyüşlər eradan əvvəl 1-ci əsrdə baş verir. Bundan əvvəl qeyd edeyim ki, sizə eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Romalılar demək hücum eləyirlər Atropatena torpaqlarına və Atropatenanı tabe eləyirlər. 1-ci əsrin 1-ci yarısında demək Atropatena Romaya tabe olur. Amma tabe olmağına baxmayaraq daxili müstəqilliyini qoruyub saxlaya bilir. Məhz öz hökmdarları tərəfindən idarə olunur Atropatena. İndi qayıdaq yenidən Parfiya-Roma münasibətlərinə. Burada rast gəlinən ən böyük döyüşlərdən biri Karra döyüşüdür. Karra döyüşündə eradan əvvəl 53-də Parfiya qüvvələri Romaya qalib gəlirlər. Burada sərkərdə Kras öldürülür. Roma sərkərdəsi Kras öldürülür. Bu Kras kim idi? Yadımıza salaq Roma tarixindən Spartak üsyanını yatızdıran həmən o Kras Karra döyüşündə öldürülür. Döyüşlə hardasa müəyyən qədər oxşarlıq təşkil edir sərkərdənin adı. Belə yadda saxlamaq olar deyə düşünürəm. Eradan əvvəl 38-ci ildəki döyüşdə isə Roma Parfiyaya bu dəfə qalib gəlir. Bu dəfə Parfiya uduzur. Və gəlirik eradan əvvəl 36-cı il döyüşünə, Fraaspa döyüşünə. Fraaspa Atropatenanın şəhəridir. Fraspaya tarixçi qış iqamətgahı da deyir. Həmən bax bu Atropatenalıların qış iqamətgahına hücum eləyən Roma sərkərdəsi Antoni məğlubiyyətə uğrayır. Fraaspa döyüşündə Parfiya, Atropatena qüvvələri qalib gəlir Romaya. Və bu, Atropatenanın Romaya qalib gəldiyi döyüş hesab olunur. Bu döyüşdən sonra, bu qalibiyyətdən sonra Parfiya Atropatena torpaqlarını işğal etmək istəyir. Atropatena Parfiya təhlükəsinə, Parfiya işğalına məruz qalmasın deyə Fraaspa döyüşündə qalib gəldiyi Roma ilə yaxınlaşmağa məcbur qalır. Demək, Atropatenada Fraaspa döyüşündə qalib gələn Artabazd, axırı D hərfi ilə bitir, Artabazd nə edir? Romaya qalib gəlməsinə baxmayaraq, Fraaspa döyüşündən sonra müttəfiqi, dostu Parfiyadan uzaqlaşır, əvvəllər düşmən münasibətində olan Roma ilə yaxınlaşır, torpaqlarının bütövlüyünü qorumaq üçün. Hətta oğlu Ariobarzanı göndərir Romaya Oktavian Avqustun yanına. Artabaz vəfat edir və eradan əvvəl 20-ci ildə onun vəfatından sonra imperator Oktavian Avqust Ariobarzanı Atropatenada hakimiyyətə gətirir. Demək, Ariobarzan başqa bir hökmdar tərəfindən hakimiyyətə gətirilmişdi. Misal üçün Şirvanşahlarda da bu 1-ci Axsitanla nümunə kimi verə bilərik oxşar cəhətini. Onda Şəmsəddin Eldəniz hakimiyyətə gətirir. Tarixdə belə nümunələr var. Ariobarzan hakimiyyətə gələndən sonra Kiçik Asiyadakı ermənilər üzərində hakimiyyətə sahib olmuşdu. Atropatenanın hökmdarı kimi dövləti idarə edir. Amma onun ölümündən sonra hakimiyyətə oğlu Ariovast gəlir. Ariovastın da bizim eranın 20-ci ilində, eradan əvvəl yox, bizim eranın 20-ci ilində Ariovastın da vəfat etməsindən sonra Atropatena cənubdan gələn Parfiya təhlükəsinin qarşısını ala bilmir və Atropatena süquta uğrayır. Atropatena keçir Parfiya Arşaki sülaləsinin hakimiyyəti altına. Bununla da Atropatenanın dövlətçilik tarixi bitir. Dərslikdə, testlərdə alanların yürüşünə rast gəlirsiniz. 227-də Sasani işğalı məsələsinə rast gəlirsiniz. Bunun da izahını verim sizə. Demək, dövlət olaraq 20-ci ildə, bizim eranın 20-ci ilində Atropatena süquta uğradı. Ümumilikdə 321-dən bizim eranın 20-ci ilinə kimi.
Yəni toplasaq 341 il bu dövlət mövcud oldu. Amma dövlət süquta uğrayandan sonra Cənubi Azərbaycandakı Atropatenanın ərazisinə daxil olan həmin o torpaqlar inzibati vahid olaraq Atropatena adlanmağa başladı. Dövlətçilik tarixi bitibdir. Ərazi olaraq ora biz nə deyirik? Atropatena ərazisi deyirik. Həmin o Atropatena ərazisindən də gəlib alanlar keçibdir 1-ci əsrdə. Bu dövlətçilik tarixinə aid deyil. Test toplusunda da belə bir sual var yeni nəşrdə. Cavablarda o götürülür. Amma orada Atropatena dövləti yazmayıb şərtdə, sadəcə Atropatena ərazi olaraq adlandırılıbdır. 227-də də Sasani işğalına düşməsi məsələsini Sasani mövzusunda da izah eləyərəm daha ətraflı şəkildə. Orada da ərazi vahid olaraq gedir Atropatena adı. Yəni nə Alanların yürüşü, nə də Sasani işğalı Atropatena dövlətçiliyini aid eləməyimiz doğru olmaz, çünki dərslik bunu bizə belə təqdim edir. Bu Atropatena izahı indi isə gəlin keçək Albaniya izahına. İndi Albaniyadan danışaq. Albaniyada Atropatena kimi Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonra indiki torpaqlarımızda, yəni Şimali Azərbaycanda meydana gəlibdir. Və bir qeyd edeyim ki, Şimali Azərbaycan torpaqlarında yaranan ilk dövlət də Albaniyadır. Dəftərinizə bunu da qeyd edə bilərsiniz. Şimali Azərbaycanda yaranan dövlətlər Albaniya, Şirvanşahlar, Şəddadilər, Eldənizlər, Cümhuriyyətimiz və indiki respublikamız. Bax, bunlar Şimali Azərbaycan torpaqlarında meydana gələn dövlətlərimizdir. Alban dövlətinin yaranmasından əvvəl Albaniyada yaşayan əhali haqqında məlumat verim sizə. Belə ki, Albaniyada 26 dildə danışan müxtəlif tayfalar var idi. Onların bəzilərinin adlarını qeyd eləmişəm. İçlərində daha çoxluq təşkil edən və gördüyünüz kimi dövlətə öz adını verənlər Alban tayfalarıdır. Onlardan əlavə Leqlər, Amardlar, Utinlər, Kaspi və Kadusi tayfaları var idi. Atropatena dərsində də olduğu kimi Kaspi, Kadusi tayfalarının həm Albaniyada, həm Atropatenada yaşadığının şahidi olduq. Ümumilikdə Azərbaycan şimal torpaqlarında sinifli cəmiyyətin meydana gəlməsi, sosial-iqtisadi əlaqələrin inkişafı Əhəməni imperiyasının tərkibində olduğu dövrdə baş vermişdir. Qədim Albaniyanın paytaxtı indiki Qəbələ. Testlərdə Kabalakada çıxır, eyni mənaya gəlir. Xəritələrini də burada yerləşdirirəm gördüyünüz kimi. 2-ci Vaçen dövründə isə paytaxt Bərdiyə köçürülür. Ərazisi Şimali Azərbaycan torpaqlarını əhatə eləyirdi və Cənubi Azərbaycan torpaqlarında müəyyən ərazilərini tərkibinə daxil eləmişdi. Dövlətin idarəçiliyindən danışası olsam, dövlətdə birinci şəxs hökmdardır. Yəni dövləti idarə edən ordunun baş komandanı, qanunverici şəxs hökmdardır. Manna dərsində nə demişdik? Orada da bir qeydimiz var idi. Hər dərs onsuz qeydlərimiz olur. Videolarımızı izləməyənlər digər videolarımızı izləsə, həmin o mövzuların da izahını asanlıqla başa düşmüş olar. Azərbaycan dövlətlərinin hamısında Cümhuriyyətimizə qədər olan dövlətlərdə, Aratdadan ta ki Cümhuriyyətə qədər olan bütün dövlətlərdə qanunverici şəxs, dövləti idarə edən bir nömrəli şəxs, birinci dərəcəli şəxs hökmdar olur. Şah da deyə bilərik, padşah da, yəni fərq etməz. İkinci şəxs isə Atropatenada belə bir şey yoxdur, amma Albaniyada var. Ay məbədinin kahini dövlətdə ikinci şəxs hesab olunurdu hökmdardan sonra. İctimai sosial həyatından danışmışkən əhalisindən də danışaq. Əhalisi 4 dənə təbəqəyə bölünürdü. Birinci təbəqədə padşah, ordu başçıları və hakimlər yer alırdı. İkinci təbəqədə gördüyünüz kimi din xadimləri yer alır. Üçüncü təbəqədə hərbiçilər, dördüncü təbəqədə isə təsərrüfatda işləyən şəxslər yer tapmışdı. Albaniyada ümumilikdə 29 dənə şəhər var idi. Qəbələ, Kabalaka paytaxt idi. Bundan əlavə Anyana, Anaryaka kimi şəhərlər də mövcud olmuşdu. Albaniyada eradan əvvəl 4-cü əsrdən etibarən möhürlərdən istifadə olunmağa başlayır. Həmin o möhürləri qapıların üzərinə vururdular və sənədləri imzalayarkən. Albaniyada eradan əvvəl 4-cü, 3-cü əsrlərdən etibarən Makedoniyalı İskəndərin adına kəsilən pullardan da istifadə olunubdur. Bu Atropatenada olubdur, həm də Albaniyada olub İskəndərin adına kəsilən pullar. Amma Albaniyada yerli hökmdarların adına kəsilən pullar da eradan əvvəl 3-cü əsrin 1-ci yarısından istifadə olunmağa başladı. Çünki İskəndərin adına kəsilən pullar artıq tələbat ödəmirdi. Yerli hökmdarlar da, yerli şəxslər də, hökmdarlar da öz adına pulları kəsdirmişdilər. Dinlərinə gəldikdə qədim Albanlar çoxallahlılığa inanırlar. Erkən orta əsr Albaniya dərsində isə biz xristianlığın yayıldığını şahid olasıyıq. Albaniyanın tanış olduğu əlifbaları da deyim sizə elə indidən. Latin əlifbası ilə tanış olduqları bizə bəllidir. Bu bizim eranın ilk əsrində, bizim eranın 1-ci əsrində Qobustanda tapılan daş kitabı üzərində onların Latin əlifbasından tanış olduğuna dair nümunə var. Yunan əlifbası ilə tanışdılar. Şəkinin Böyük Dəhnə kəndindən bizim eranın 2-ci əsrinə aid tapılan maddi nümunə bunu deməyə imkan verir bizə. Və erkən orta əsr Albaniya dərsində biz onların yerli əlifbalarının, yerli yazılarının da olduğunun şahidi olasıyıq. Albaniyanın mədəni, sosial-iqtisadi məsələlərindən danışdım. İndi isə gələk qəbul imtahanlarında daha çox qarşımıza çıxan, abituriyentlərə çətinlik yaradan məsələyə.
Roma ilə olan münasibətləri. Atropatenada bəhs elədiyimiz kimi eradan əvvəl 2-ci əsrdə Roma şərqə doğru genişlənmə siyasəti yürüdür. Və eradan əvvəl 1-ci əsrin birinci yarısında Pompeyin başçılığı ilə Roma sərkərdəsidir bu. Yadınızda saxlayın ki, bu dövrdə heç bir Roma imperatoru Azərbaycana hücum eləməyib. Həmən o test variantları həmişə yanlış olur. Sizi çaşdırmaq üçün tərtib olunur. Eradan əvvəl demək 1-ci əsrin birinci yarısında Pompey yürüş elədi. Əvvəlcə məqsədini deyim. Həm Xəzər sahilinin, Xəzər dənizinin, yəni sahillərini ələ keçirmək istəyirdi. Həm də Hindistandan Qara dənizə gedən həmin o ticarət yollarını ələ keçirmək istəyirdi. Bu minvalla da, bu məqsədlə də eradan əvvəl 66-cı ildə Pompey Kürçay sahili döyüşündə Romalılarla vuruşdu. Bu döyüşdə iştirak eləyirdi Oroys. Oroys bu döyüşdə məğlubiyyətə uğradılır. Eradan əvvəl 65-ci ildəki döyüşdə isə iştirak eləyir Oroysun qardaşı Kozis. Bir məsələni də qeyd edeyim. Eradan əvvəl 66 Kür döyüşündə Romalılar qalib gələndən sonra Oroysla Pompey arasında müqavilə imzalanır. Roma ordusunu təqib elədiyinə görə Oroysun qüvvələri və həmin orduya da qardaşı Kozis rəhbərlik edirdi. Kozis də hökmdar deyil. Mütləq qeyd edin. Kozis hökmdar deyil, Pompey imperator deyil. Və Romalılar bütün döyüşlərdə albanlara qalib gəliblər. Bunu da yazın qədim Albaniya mövzusuna aid. Eradan əvvəl 65-ci ildə ona görə onların arasında ikinci döyüş baş verdi. Bu qanıq digər adı ilə Alazan çay sahilindəki döyüşdür. Həmən döyüşdə də Pompey hiylə işlətdi və qalib gəldi. Bu döyüşdə hətta Alban qadınlar da iştirak eləmişdi. Bir də eyni şeyləri deyirəm sizə. Demək 66-cı ildə Kür döyüşündə sərkərdə Pompey Alban hökmdarı Oroysa qalib gəlir, aralarında müqavilə imzalanır. Lakin Alban qüvvələri Pompeyi təqib elədiyinə görə Pompey eradan əvvəl 65-ci ildə bu döyüşdən bir qədər sonra Qanıq Alazan çay sahilində ikinci dəfə məğlubiyyətə uğradır Albanları. Burada onların rəhbəri Kozis idi, ağır yaralanmışdı, Alban qadınları iştirak eləmişdi, Pompey hiylə işlətmişdi. Görürsünüzmü, hər iki döyüşdə qalib gəlir və bu döyüşdən sonra da aralarında müqavilə imzalanır. Amma hər iki döyüşdə qalib gəlməsinə baxmayaraq Pompey ölkənin içlərinə doğru, Xəzər dənizinin sahillərinə doğru irəliləmir. Pompey istəyinə çatmır. Bunu yadda saxladıq. Amma indi eradan əvvəl 36-dan danışıram sizə. Bu dəfə Antoni şərqə doğru yürüş eləyir. Atropatena üzərinə özü yürüş eləyir Antoni eradan əvvəl 36-da. Bir də yadımıza salaq Franspa döyüşünü. Orada Antoni özü Franspa döyüşündə məğlub olur Antoninin qüvvələri. Amma Antoninin köməkçisi Kanidi isə öz rəhbərindən fərqli olaraq uğur əldə eləyir. Antoni demək Franspada məğlub olur, amma Kanidi eradan əvvəl 36-da Alban hökmdarı Zoberi və Gürcülərin, yəni İberlərin rəhbərini tabe eləyə bilir. Demək, eradan əvvəl 1-ci əsrin 2-ci yarısında Albaniya Romaya tabe olur. Və bizim eranın 20-ci ilində Atropatenanın Parfiyanın süquta uğratmasından, daha doğrusu Parfiyanı Atropatenanın süquta uğratmasından sonra Albaniya cənubdan gələn təhlükəni gördükdən sonra əvvəllər düşmən münasibətində olduğu Roma ilə yaxınlaşır. Və bizim eranın ilk əsrindən ta ki 262-ci il Sasani işğalına qədər aralarında siyasi, diplomatik əlaqələr mövcud olur. Bunu da yadımızda saxlayaq. Və bizim eranın ilk əsrində alan yürüşlərini görürük 1-ci, 3-cü əsrlərdə. Ən dağıdıcı yürüşləri 72, 73, 74-cü illərdə olubdur. Alban ərazilərini qarətlərə, talanlara məruz qoyublar. Və alanların Azərbaycanda olduğunu katakomba qəbirlər sübut edir. Katakomba qəbirlər isə alanların Azərbaycanda olduğunu sübut edən maddi nümunələrdən biridir. Həm Atropatena, həm Albaniya hər ikisinin sadə, anlaşılıqlı izahını sizə təqdim etdim. İzahlarımız burada bitmir, yenə də davam edir. Bugünlük yekunlaşırıq, amma həftənin 1-ci, 3-cü, 5-ci günləri hər axşam 19:20:00 aralığında kanalımızda yeni dərs izahları paylaşılır. Ona görə bizi izləmədə qalın, kanala abunə olun, digər tarix sevərlərlə də videolarımızı paylaşaraq bizə dəstək ola bilərsiniz. Mən isə sizə dərslərinizdə uğurlar arzu edir, növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.